əvvəl-əvvəldə neyinirsən? Səna edirsən Allahı. Allah sənanın, mədhin, mədh bilirsiniz də nədir? Tərif. Bunun əhlidir yoxsa yox? Haqq edib yoxsa yox? Haqq edib vallahi bəzən insanlar var ki, mən hər dəfə deyirəm, heç belə təriflənməyə layiq deyil ya adam. Elə bir insan yoxdur ki, tərifi sevməsin, hamı sevir. Amma mən də sevirəm ki, insanlar məni tərifləsinlər. Amma iş orasıdır ki, səni tərifləyirlər, yəni sən bunu haqq etmirsən, haqqını eləyirlər, yoxsa yaltaqcasına tərifləyirlər səni. Səndən layiqsən yoxsa yox? Qardaş, insanlar, layiq olmayan insanlar təriflənir yer üzündə. Və lillahil məsəlul a'la. Allah subhanahu wa ta'ala mədhin, sənanın əhlidir. Gecə gündüz yerlərdə və göylərdə nə varsa hamısı ona tərif deyir ona. Şəninə təriflər deyir, mədh edir onu, səna əhlidir. Elhamdülillahi Rabbil aləmin. Fatihə surəsində əvvəl. Elhamdu. Bütün təriflər, səna, bütün bunlar, mədhin hamısı lillah. Elhamdu lillah. Elhamdülillah. Rabbil aləmin. Aləmlərin Rəbbi olan Allahadır. Həmd olsun. Yəni, əhlidir Allah subhanahu wa ta'ala. Nə deyəcəkdim? Dua edəndə sən həmd edirsən Allaha. Allahım, sən həm sənədir, təriflər sənədir, səni aciz qoyan şey yoxdur, sən hər şeyə qadirsən. Duanı etməmisən, o şeyə gəlib çıxmamısan hələ. O istədiyin ki var, mətləbin. O hələ gözləyir o. Sən bunu Allahı tərifləyirsən, Allah sevir vallahi. Allah bizdən, bəndəsindən sevir ki, tərifləsin onu. Baxmayaraq ki, əhlidir. Sevir Allah subhanahu wa ta'ala. Aramızda tərifi sevməyən var, yoxdur. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, Allahdan çox tərifi sevən yoxdur, çünki əhlidir deyir. Və sən, qardaşım, ehtiyacı istəməmişdən qabaq bir 10 dəqiqə mədh edirsən Allahı. Sonra Peyğəmbərə salavat gətirirsən. Yox, sonra bilirsən ki, Allahım, filan şey ver mənə. Və yəqin olaraq əminsən ki, o istəsə, izin versə, dərhal olur. Səbəb deyirsən, qardaşım, bax, mən deyirsən, mən evlənim, qız yoxdur. Misal üçün, evlənənməyənlər, yaxud filan. Allah Teala səbəb yaradır ya, qardaş. Sən yatdın, oyandın, səbəb deyil. Səbəb yarandı, oldu, verdi sənə. O səbəbə baxma sən, səbəb yoxdur, deyir. Bu necə olacaq, deyir, səbəb yoxdur axı. Sadəcə sən istə. Sən istə, qardaş, vallahi. Hər şey o eləyəcək. Sən, biz dərk eləmirik, başa düşmürük. Yox, belə bir, hələ ki, belə bir namizət yoxdur. Qardaş, sən neyinirsən? Sən neyinirsən ki onu? Sən duavı elə Allaha. Gör, verir yoxsa yox.